Xəzər dənizindən dünya okeanına çıxmaq üçün iki istiqamət vardır. Birinci istiqamət Volqa-Don kanalı vasitəsilə Atlantik okean və Hind okeanları istiqamətindədir. Əvvəlki videolarımızdan birində birinci istiqamət haqqında məlumat vermişdik. İndi isə Xəzər dənizindən Şimal Buzlu okean və Baltik dənizinə çıxmaq üçün istifadə edilən su yolları haqqında məlumat verək. Xəzər dənizindən Volqa çayına daxil olmaq üçün Volqa-Xəzər kanalından istifadə edilir. Volqa çayı Rıbın su anbarı, Rıbın su anbarından Volqa-Balt kanalı vasitəsilə Onega gölünə çıxılır. Kanalın uzunluğu 368 kilometrdir. Onega gölü ilə Rıbın su anbarı arasındakı səviyyə fərqini aradan qaldırmaq üçün şluzlərdən istifadə edilir. Kanal vasitəsilə yerli və tranzit əhəmiyyətli yüklər daşınır. Onega gölündən Belomor kanalı vasitəsilə Ağdənizə çıxılır. Kanalın uzunluğu 227 kilometrdir. Kanal üzərində səviyyə fərqini aradan qaldırmaq üçün 19 şluz vardır. Onega gölündən Sıvır çayı vasitəsilə Ladoqa gölü, Ladoqa gölündən Neva çayı vasitəsilə Fin körfəzi, Baltik dənizi, boğazlar və Kil kanalı vasitəsilə Şimal dənizinə çıxmaq mümkündür. Bu kanallar vasitəsilə Ağdəniz, Baltik dəniz hövzəsi, Qara dəniz hövzəsi ilə əlaqələndirilmiş olur.